Ana, mən şəhid oldum, yerim gözəldir, təki ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Vətən sağ olsun, İlahi əsgərlərimizi qoru. Vətən sağ olsun. Mənim çox deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Mübarək olsun. Mənim bir vətənim var, Azərbaycanım, doğma diyarım. Ana, mən şəhid oldum, yerim gözəldir, təki ağlama. Canım, Ağlama. canım sevgilim, bağışla məni, səni tək qoydum. Ana, mən şəhid oldum, yerim gözəldir, təki ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Vətən, Vətən sağ olsun. 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 Əziz hörmətli Əmirvarı cəmaatı, bu günləri
Əmirvarı kənd sakinləri və həmçinin Əmirvarı Qazilər Birliyinin təşəbbüsü ilə və təşkilatçılığı ilə şəhidimizin məzarı başına yığışmışıq. Əmirvarı kəndindən 4 şəhidimiz olubdur. Demək, onlardan da biri də Hüseynov Ramizdir. Bu günləri Hüseynov Ramizin həm mövlud, həm də anım günüdür. Biz şəhidlərimizi anmaqla onları yaşatmağa çalışırıq. Bu bizim ündə borcumuzdur. Əmirvarı Qazilər Birliyi təsis olunduğu gündən şəhid və qazilərin qayğısı ilə maraqlanır. Onların bütün problemlərinə yaxından maraqlanaraq dəstək olur. Və şəhidlərimiz də heç vaxt unudulmaması üçün daimi tədbirlər görürük. O tədbirlərdən biri bugünkü gün Ramiz şəhidimizin məzarı başına toplaşmaqla onu yad eləmək, onu ürəklərdə yaşatmaq və onu ziyarət etməkdir. Dövlətimizin, dövlətçilimizin, suverenliyimizin, dövlətimizin ərazi bütövlüyü uğrunda Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin. Onların sayəsində dövlətçiliyimiz mövcuddur, torpaqlarımız azad olub, vətənimiz suverendir. Bugünkü gündə hər birimizi yaşamağa, yaratmaqda hamısını borcumuz şəhidlərimizə və qazilərimizədir. Allah Müzəffər Ali Başkomandanımız İlham Əliyev cənablarına can sağlığı versin. Onun siyasi iradəsi nəticəsində bizim qəhrəman oğullarımız canları ilə, qanları ilə torpağı suladılar. Hər bir əzab, əziyyətə sinə gələrək torpağımızı düşmənlərdən tam olaraq azad etmişlər. Bugün bunların sayəsində biz azad Azərbaycanda yaşayırıq və yaradırıq. Hər bir nailiyyətimizə görə, hər aldığımız, verdiyimiz nəfəsə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah onları, şəhidlərimizin məqamını həmişə uca eləsin. Qazilərimizin canı sağlam eləsin. Yaralılarımıza, xəstələrimizə Allah şəfa versin. Bizim ündə borcumuz onları daimi uca tutmaqdır. Əgər onların adını biz həmişə yaşadırıqsa, onlara layiq biz yaşayış tərzimizi qurarıqsa, biz nicat tapacağıq. Yox, onları əgər unudarıqsa, onlara layiq həyat tərzi yaşamarıqsa, onda biz elə məhvədə elə layiqik. Ona görə də burada toplaşan Əmirvarı cəmaatı da, Əmirvarı Qazilər Birliyinin aktivləri də bu məqsədlə yığışmışıq ki, yəni şəhidlərimizin və qazilərimizin adına layiq həyat tərzi seçmişik. Bu bunun əyani sübutudur və daimi də bu gedişat davam edəcəkdir. Biz nə qədər ki varıq, bizim burada kəndimizin kiçik sakinləri də var, onlar təsadüfən gəlməyiblər. Onların da bu dəqiqə yaddaşlarına həkk olunur ki, nənələr, babalar, əmilər, dayılar gəldilər, bu günləri kəndimizin şəhidin anırlar, tədbir keçirlər. Onlar bugün onun şahidi olub, yaddaşlarına həkk edirlər ki, və gələcəkdə bizdən sonra da onlar böyüyəndə, biz yaşlara çatanda, onlar da bu misiyanı, bu estafeti layiqincə davam etdirsinlər. Ona görə də bizim bugünkü tədbirimizdə iştirak edən hər bir şəxsə minnətdarlıq hissi bildirməklə yanaşı, xüsusilə bizim xüsusi qonağımız var, ARB kanalından gəliblər, çəkiliş qrupu bizim xahişimizi, əslində heç xahiş da eləmədik, elə bildirdik ki, belə bir niyyətimiz var. Heç onlar tərəddüd etmədən özləri təmənnasız olaraq, canla, başla bu tədbiri işıqlandırmağa və təbliğ eləməyə özlərinə borc bildiklərini bildirdilər. Ona görə də şəxsən Əmirvarı Qazilər Birliyi sədri kimi öz adımdan və kollektivimiz adından və kənd cəmaatının adından da dərin təşəkkürümü bildirirəm ARB kanalının rəhbərliyinə. Onlar bu cür nəcib, müqəddəs bizim işimizdə, missiyamızda öz səlahiyyətləri, öz imkanları daxilində iştirak etməklə bir vətəndaş mövqeyi kimi, bir vicdanlı insan kimi onlar da öz pay olaraq belə görürlər ki, bu işdə iştirak eləsinlər, çəkilişlərini eləsə, əllərində olan imkanlar budur. Əllərində olan imkanları tam səfərbər etməklə bu tədbiri işıqlandırmaq, bütün Azərbaycana, dünyaya çatdırmaq bizim üçün də böyük bir avantajdır. Ona görə bir daha dərindən təşəkkür edirəm. Çox sağ olsunlar ki, bizim sözümüzü yerə salmadılar. Bizim tədbirimizi bizlə bərabər çiyin-çiyinlə iştirak edərək yayımlamaqda iştirak edirlər. Öz adımdan bir daha təşəkkür edirəm. Və əziz tədbir iştirakçıları, icazənizlə
Yəni tədbirdə hamının ürəyi doludur, ürək sözləri var. İstərdim ki, Əmirvar Qazilər Birliyi, həmçinin Əmirvar kəndinin ağsaqqallarına olan bizim hörmətli Seyfəddin müəllimə söz verək. Seyfəddin müəllim həmişə öz gözəl, ibrətamiz, nümunəvi sözlərindən, məsləhətlərindən bizə həmişə düzgün yol göstərib. Həm biz şagird olan vaxtı, həm böyüyən vaxtı, elə indinin özündə də bizim həmişə ağsaqqallara, ağbirçəklərə böyük ehtiyacımız var. Ona görə də biz düz yolda oluruq. Ona görə də bu nöqteyi nəzərdən istəyərdim ki, Seyfəddin müəllimin ürək sözlərini bu tədbirdə eşidək. Buyurun Seyfəddin müəllim. Sağ olun müəllim, belə bir tədbirdə mənə də söz verdiyinizə görə sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Qeyd olunduğu kimi bugün Əmirvarı kəndinin növbəti şəhidi Ramiz qardaşımızın anım günüdür, doğum günüdür. Həmişə olduğu kimi belə qərara gəldi ki, bugün şəhid qardaşımızın məzarını ziyarət edək. Onların yaxınları ilə görüşək, onların kədərinə şərik olaq, onların dərdinə şərik olaq. Bu bizim həmişə müqəddəs borcumuz olub, bu ənənəni bundan sonra da davam elətdirəcəyik. Şəhidlər bizim həmişə baş tacımız olur, şəhidlər bizim fəxrimiz olur. Onlar gözünü qırpmadan, torpaq uğrunda, vətən uğrunda, ölümün gözünə dik baxaraq, vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda, Azərbaycanın bütövlüyü uğrunda öz canlarını, qanlarını qurban verərək o yolda şəhid oldular. Şəhidlər bizim həm yaralı yerimiz, həm niskilimiz, həm kədərimizdir. Şəhidlər bizim həm fəxr etdiyimiz bir ünvandır. Şəhidlər bizim doğmamızdır, əzizimizdir. Biz onlarla fəxr edirik. Onlar torpaq uğrunda, vətən uğrunda, azadlıq uğrunda öz canlarını, öz qanlarından keçib şəhid oldular. Şəhidlərin doğulduğu ünvan, onların böyüyüb başa çatdığı torpaq, ünvan bizim üçün çox dəyərlidir. Çünki onlar vətən uğrunda, torpaq uğrunda, Azərbaycanın bütövlüyü uğrunda öz canlarından belə keçiblər. Ona görə də onların xatirəsi bizim üçün əzizdir, bizim üçün doğmadır. Onların xatirəsini yad eləmək, onların belə tədbirlərdə iştirak eləmək bizim müqəddəs borcumuzdur. Bu vətən bizimdir, bu torpaq bizimdir, bu dini məkanlar bizimdir, bu milli mənəvi dəyərlər bizimdir deyən Azərbaycan əskəri, Azərbaycan ordusu ayağa qalxdı və torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşuldu. Biz Azərbaycan əskərinin hesabına, Azərbaycan ordusunun hesabına, Ali Başkomandan Müzəffər, Ali Başkomandan İlham Əliyev cənablarının müdrik və uzaq görən siyasətinin nəticəsində 30 il işğalda olan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Azərbaycanın bütövlüyü təmin olundu. İtkilərimiz oldu, şəhidlərimiz oldu, qazilərimiz oldu. Qazilərimiz iki ayağını itirdi, iki əlini itirdi, iki gözünü itirdi. Amma o qardaşlar şərəf və ləyaqətini itirmədilər. Onlar öz əqidəsindən dönmədilər. Torpaq uğrunda, vətən uğrunda, Azərbaycanın bütövlüyü uğrunda şəhid oldular. Bizim borcumuz ki, həmişə şəhid qardaşımızı anaq, belə tədbirlərdə iştirak edək, belə birlik nümayişi elətdirək, o bizim müqəddəs borcumuzdur. Kəndimizin burada digər şəhidlərinin yaxınları, qohumları, əzizləri iştirak edirlər. Mən öz adımla Ramiz qardaşımızın və digər şəhid ailələrinin yaxınlarına, qohumlarına dərin hüzünlə başsağlığı verirəm. Mən həmişə dediyim kimi, bu tək o ailənin, tək sizin itkiniz deyil. Bu hamımızın itkisidir, bu hamımız üçün kədərlidir. Onlar ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olublarsa, deməli, bütün Azərbaycan şəhidləri, bütün Azərbaycan vətəndaşları üçün əzizdir, onların xatirəsi əzizdir. Mən Ramiz qardaşımızın və digər şəhidlərin yaxınlarına, ailələrinə, qohumlarına, cəbhə yoldaşlarına dərin hüzünlə başsağlığı verirəm.
Bu tək sizin içki deyil, bu tək sizin ağır acınız deyil. Bu hamımızın ağrısı acısıdır. Bunları yada salmaq, onların xatirəsini əziz tutmaq hamımız üçün borcludur. Çox sağ olun, var olun. Mən də təşəkkür edirəm ki, birlik nümayiş elətdirdiniz. Həm maddi, həm mənəvi dəstək oldunuz və bu tədbirin keçirilməsində yaxından iştirak edədiniz. Bir daha hamınıza öz təşəkkürümü bildirirəm. Allah şəhid qardaşımıza rəhmət eləsin. Onun timsalında bütün Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin. Qazilərinə can sağlığı versin. Allah sizləri qorusun. Çox sağ olun, var olun ki, gəldiniz, iştirak elədiniz bu tədbirin keçirilməsində. Bizə dəstək oldunuz. Sağ olun, var olun. Allah sizləri qorusun. Siz də sağ olun. Çox sağ olun Seyfəddin müəllim. Təşəkkür edirik sözlərinizə görə. Bizim kəndin mental dəyərləri var, bilirsiniz. Bizdə demək, kişilərlə bərabər, ağsaqqallarla bərabər, həmişə ağbirçəklər də kəndimizin bütün işlərində öndə olublar. Bugünkü tədbirimizdə kəndimizin həm ağbirçəklərindən olan, salib seçilən şəxslərindən olan, həm də ki, bizim 4 şəhidimizin biri olan Baxşəliyev İskəndər Məhəddinoğlu'nun bacısı, elə ana yerində olan bir bacısı da var və Yasəmən bacı var, sonra Çiçək xala var. Onlarla bugünkü bu tədbirdə çox əminəm ki, onların da sözü var, ürək sözləri. Onları da dinləmək bizim üçün xoş olar. Buyurun. Mənə söz verdiyin görə çox sağ olun. Həmişə də söz verirsən, ağlayıram, pis olur. Danışarmıram. Demək olar ki, mən onların hamısına deyirəm ki, onlar mənim qardaşlarımdır. Amma İramiz mənim oğludur. Mən o İskəndərdən də seçmirəm, o birlərini də seçmirəm. Amma biz bir yerdə böyümüşük, sevgili yaxşı bilir. Bir qabdan yemək yemişik. Mən elə bildim ki, böyüm bunu gəldim, elə bir getdim İskəndər gördüm, gəldim. Əziyyət çəkmişsiniz, gəlmişsiniz, bura nə qədər adam gəlib, hamız həmişə deyirəm, Allah canınıza dəyməsin. Dünya durduqcan durun, əziyyət çəkirsiniz, əziyyətinizi halal edin. İkincinə də qalında. Vətən sağ olsun, bir keçər onu deyirəm, tayan söz deyə bilmərəm. Nə deyir? Sağ ol. Yenə vətən sağ olsun. Sağ ol. Allah rəhmət etsin. Mən də bir şəhid vasitəsi olaraq demək istəyirəm ki, Allah hər birinizdən razı olsun. Bugünkü gündə şəhidləri yad edirik. Şəhidlər tək bizim şəhidimiz deyil, hamının şəhidi, bütün xalqın şəhididir. Azərbaycan bütövlüyü uğrunda onlar öz qanlarından keçiblər. Bugün onları bizim bu cürlə anmağımız, onları yaşatmağımız bizim borcumuz, hər birimizin borcudur. Buna görə mən sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. Bu işi təşkil edənlərə can sağlığı arzulayıram, qazilərimizə can sağlığı arzulayıram, veteranlarımıza can sağlığı arzulayıram. Sağ olsun. Onlar bugünkü gündə onları bu cürlə adlarını yaşadırlar. Çox sağ olun, bir daha təşəkkür edirəm. Çox sağ olun, Allah razı olsun hər birinizdən. Bugünkü tədbirimizdə Əmrivarı kəndinin ziyalıları da, həmçində 1-ci Qarabağ müharibəsində iştirak eləmiş bizim döyüşçü yoldaşlar, qazilər, onların içərisində zabitlərimiz var. İstərdim ki, bu mənada bizim Əmrivarı Qazilər Birliyinin aktivlərindən olan İlham qardaşa söz verək, onun da ürək sözlərini eşitmək bizim üçün xoş olardı. Buyurun İlham müəllim. Çox sağ ol Emin müəllim söz verdiyinizə görə mənə. Bugünkü tədbir doğrudan da bizim bir millət olaraq, bir kənd əhalisi olaraq, kənd sakinləri olaraq birliyimizin bariz göstəricisidir və hər birimizin də borcudur. Biz fərq qoymuruq, 1-ci Qarabağ müharibəsi yoxsa 2-ci Qarabağ müharibəsi. Ümumiyyətlə, Azərbaycan dövləti, Azərbaycan xalqı üçün canından keçmiş şəhidlərin hər biri bizim üçün əzizdir, bizim üçün doğmadır. Kəndimiz də olsa, başqa yerdən də olsa, hətta başqa millətdən olsa da, əgər Azərbaycan uğrunda döyüşüb şəhid olubsa, onların hər biri bizim üçün əzizdir, xatirəsi həmişə bizim qəlbimizdə yaşamalıdır. Bu günlərsi dünyada çox müharibələr gedir. Onlardan ən dəhşətlilərindən biri Rusiya-Ukrayna müharibəsidir. Hansı ki, orada hər gün neçə minlərlə insan ölür. Amma bu günlərsi Avropa belə bir dilema qarşısında qalıbdır ki, əgər bu müharibə Avropada baş versə, döyüşməyə tapılacaqmı insan? Yəni, canından keçməyə tapılacaqmı insan? Bugün Avropa gənci, dünya mənim evimdir. Harada mənim üçün yaxşı yaşayış varsa, ora mənim yaşayış yerim deyərək seçim edir. Artıq vətən anlayışı bir çoxlarında itir. Hətta bizə də
vaxt vardı, bu 44 günlük müharibədən əvvəl bizə də deyirdilər ki, hətta ermənilər beləsini gülürdülər, deyirdilər ki, Qarabağı ömründə görməyən insanlar gedib Qarabağı döyüşməyəcək Qarabağ üçün. Boş-boşuna özünüzü aldatmayın. Lakin 44 günlük müharibə və ondan sonraki digər antiterror əməliyyatı və digər tədbirlər, bunlar hamısı göstərdi ki, xeyr, Azərbaycanda öz vətənini sevən, öz xalqını sevən, öz torpağını sevən nəsil var, gənc nəsil yetişibdir. Və bu günlərsə biz bu tədbirə yığışaraq, bizdən sonraki gələn nəsillərə nümunə olaraq göstəririk ki, bəli, biz şəhidimizi əziz tuturuq, xatirəsini əziz tuturuq və siz də bizdən nümunə götürməlisiniz. Deyir ki, uşaqların başa düşəcəyi bir dənə dil var, bütün dünya uşaqları, o da bədən dilidir. Böyüklər, valideynlər nə edirsə, onlar da onu başa düşürlər, o dili başa düşürlər, onu öyrənirlər. Və biz də bununla nümunə olaraq göstəririk. Nə deyə bilərəm? Bütün şəhidlərimizin hamısını deyirəm və eləcə də kəndimizdən olan 4 şəhidlərin hər birini Allah rəhmət eləsin. Onların hər birinin yaxınlarına, əzizlərinə deyirik ki, bu tək sizin şəhid deyil. Yəni elə insanlar var ki, onlar dünyasını dəyişəndə hansısa kiçik bir deyək ki, insanlar üçün əziz olur. Lakin bizim şəhidlərimiz bizim hamımız üçün əzizdir. Bu hamımızın şəhididir, hamımızın necə deyərlər, xatirəsində yaşayacaq insanlardır. Allah sizə də səbir versin, millətimizə də səbir versin və dövlətimizin, millətimizin daimi başımıza eləsin. Amin. Çox sağ olun İlham müəllim. Təşəkkür edirəm. İstərdim ki, bu tədbirdə kəndimizin ziyalılarına olan, həmçində müharibə iştirakçısı, qazisi olan Elman qardaşa söz verək, onun da ürək sözlərini eşitmək istərdik. Buyurun Elman müəllim. Çox sağ olun. Çox sağ olun. Mən Ramizin yaxın qohumlarından biriyəm. Mən institut illərində 5 il bunlarla bir yerdə yaşamışam. Mən onu çox gözəl tanıyıram. Çox mərd, çox belə cəsarətli bir oğlan idi. O məhəllədə hamı onu dəyərləndirirdi, məhəllədə hamı onu rəğbətlə eləyir. O bütün insanlara, bu yaşlı insanlara kömək eləyirdi həmişə. Allah ona rəhmət eləsin. Həm də o çox yaxşı idmançı idi. İdmançı olduğuna görə də o keçmişdə bir hərbi hissə vardı. O hərbi hissəyə spesnaz deyirlər. Orada hər bir insanları götürmürlər. Döyüşçüləri götürmürlər, ancaq idmançıları götürdülər. Ramiz qardaş da həmən o hərbi hissədə döyüşübdü. Həm də orada şəhid oldu. Həmən Füzuli istiqamətində. Allah ona rəhmət eləsin, Ramiz qardaşımıza. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirəm. Bizim bu tədbirdə dəyərli qardaşlarımız olan Əmirvari Qazilər Birliyinin aktivlərindən olan İlqar qardaşımızla iştirak edir. Onun da ürək sözlərini eşitmək bizim üçün xoş olar. Buyurun İlqar qardaş. Allah'a salam olsun şəhidlərimizə. Şəhidlər özünüz bildiyiniz kimi bizim üçün çox dəyərli, çox müqəddəs bir yerdir ki, alt yerimizdir. Həqiqətən də bu Əmirvari kənd şəhidləri ki var 4 nəfər, onlar da bütün bu Azərbaycan şəhidləri kimi döyüş anında könüllü olaraq qoşulublar, xidmət ediblər. Böyük bir döyüş yolu keçiblər. Həmin qardaşlardan biri də bugün anım günüdür. Ramiz qardaşın tədbiri üçün yığışmışıq. Ramiz qardaş Elman demişkən, yəni həqiqətən də çox güclü, bayaboy, sağlam bir insan olub. Döyüş demək olar ki, ağır yaralanıb, çox bir məsafəni qət edib, sonunda da şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Bizim Əmirvari Qazilər Birliyinin ağsaqqallarına olan, kəndimizin sayılıb seçilən ağsaqqallarına olan Üzeyir kişi də bu tədbirdə iştirak edir. Onun da ürək sözlərini eşitmək bizim üçün çox xoş olar. Buyurun Üzeyir kişi. Əvvəla bura gələn ayaqlar var olsun. Ramiz Məhəddin oğlunun anım günüdür. Gəlmişik, onu yad eləyək. O bizi görməsə də ruhu bizi görür. Onun ruhu qarşısında baş əyirik. Şəxsən mən baş əyirəm. O yaxşı oğlan olur. Düzdür, mən onu görməmişəm, tanımamışam. Müəyyən səbəblərdən. Amma o ki, vətən uğrunda öz canını qurban verir, ona mənim canım qurban olsun. Sağ olun, Allah sizi var eləsin, bağlarınızla həm hamını öpürəm, bağlarına olsun. Çox sağ olun, təşəkkür edirəm. Bu tədbirdə kənd cəmaatından da iştirak edənlər var. Onlara da yəni üzümü tuturam. Kimlərin sözü varsa
buyurub deyə bilər. Kənd cəmaatından ürək sözü olanlar varsa, buyursun. Dostum, burada ağzı şeylərimiz, saqqallarımız var. Yəni, bunları başa düşürük ki, onlar ayaqüstə qalıblar. Əlbəttə ki, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza da can sağlığı versin. Yəni, hamı da bilir ki, Əmirvarın 4 şəhidi var, 72 qazisi, veteranı var. Bunu da bilmək lazımdır. Bugünkü gündə sağ olsunlar bu qazilərimiz, veteranlarımız ki, bu tədbiri həyata keçirdi. Yəni, bütün tədbirləri həyata keçirdirlər. Yəni, bunun ardı da olacaq, davam edəcək. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Əziz kənd cəmaatı, bu günləri bu tədbirdə bizim şəhidimizin ailə üzvləri, yaxınları da iştirak edir. Qardaşı, Adil qardaş, bacısı, Sevil xala, həmçində Asifəm də buradadır. Onların da yəqin ki, deyəcəyi bir-iki kəlmə söz var. Onları da eşitmək bizim üçün xoş olar. Sağ olun bizə söz verdiyinizə görə. Bütün deyilənlərin hamısına mən də şərikəm. Allah cəmi şəhidlərə rəhmət eləsin. Amin. Bir də şəhid ailəsi adından gələn ayağınız var olsun. Hamımıza minnətdarlığımızı bildiririk. Bütün şəhidlərə Allah rəhmət eləsin. Sağ olun, təşəkkür edirəm. Allah hər birinizə kömək olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsə, yerləri cənnətdir inşallah. Bütün şəhidlərimizin yaxınlarına, bugünkü gündə də bura toplaşan şəhid varislərinə səbir diləyirəm Allahdan. Qazilərə də can sağlığı verirəm ki, onlar bizim dövlətimizin varlığı onların hesabınadır. Tədbirimizin birinci mərhələ, birinci hissə sona yetir. İndi dua veriləcəkdir. Duadan sonra da biz burada yaxınlıqda ehsan süfrəsi var. Şəhidimizin adına ehsan süfrəsi açmışıq. Yəni ora hər bir kəs dəvətlidir. Orada da iştirak eləyək ki, yəni bizim bir müsəlman kimi adət ənənələrimizdə tam olaraq bütün missiyamızı yerinə yetirməyə çalışaq. Nə qədər də missiyamızı yerinə yetsək də bir şəhidlərin bir damla atdığı qanın əvəzini verə bilmərik. Qazilərimizin çəkdiyi əziyyəti geri qaytara bilmərik. Amma yenə də çalışırıq ki, nəsə bir şey eləyək. Amin. Vəl-mü'minat, vəl-müslimin, vəl-müslimat. Əl-əhyəyi min hümən-əmvad və ilə ruhil mərhumil məğfuril mə'alum. Xudaya xüsusən mərhum şəhid Ramiz qardaşımızın ruhu şad. Cəmiyyən şəhidlərimizin ruhu şad. Fatihə. Allahümmə salli Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. İhdina sıratal mustaqim. Sıratellezîne en'amte aleyhim gayril mağzûbi aleyhim velezzâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad. Ve lem yekun lahu kufuven ahad. Allah rahmet eylesin inşallah. Allah kabul etsin. Veledetha ve bisibteyhi ve şibleyhiye huma neculuz zekiye ve biseccade ve bil bagiriyen ve sadigine hakka ve bi Musa ve Aliyen ve Teriyen ve Neriyen ve bizil esşeri ve hüccetil gaim bil hakka lazin yazdibunye bi seyfinye bi hükümünye ezellinye ve aleyhime salavatullahu ve selamun alefa bileyalin ve nehârin ve redatin ve aşiyye acibil avna duavna ve teham huzalana ve reziye hacatiye lenel kulle ilahi bi nebiyyin ve terabba bi kabulin hasenin rabbe duana bi nebiyyin ve aliyyin ve veliyyin ve vesiyye ve salli ala eşrefil enbiyai والأولياء والمرسلين والحمد لله رب العالمين إلى يومنا.
Kaka gel hadi. Tabii. Aleyküm selam. Babalarımız Gülüzler. Allah şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun. Yazılarımıza, veteranlarımıza insanlar. Şəhidlər ölməz, vətən bölünməz. Allah dövlətimizi qorusun, dövlət başçımızı qorusun. Cənab Ali Başkomandanımızın təmir yolunu qorusun. Balkon kapatı, balkon kalandan zengilerini tebrik ederiz. Dedim şu bırakmış memleketine sizin balkon görmez. Geldim anlamına. Sen mi Yok yok çatım. Orada ona göre bizim bu dönüşleri var. Türkiye'den kaydı. Sen çok iyi. 60'larıydı. Ya her. Kapış adam. Var abi asıl be. Dün kapış adam ne var? Sözünü de böyle ver. Sen gel beni. Ne gelmişim ne onu? Geçen de ki bana hava koydum ama tamam oluyor. Ne? Hava koydum bana yapalım. Hava. Biliyor musun? Ben göstereyim. Thank you.